Mənasız həyatın mənası. İlk baxışdan bu bir ziddiyyət kimi səslənir, elə deyilmi? Amma gəlin bir düşünək, bəlkə də ən dərin azadlıq elə bu paradoksun içində gizlənib. Həyatda bir məqsəd tapmaq, bu axtarışın ağırlığı altında heç özünüzü yorulmuş, əzilmiş hiss etmisiniz? Elə bil ki, cəmiyyət, ətrafımızdakı hər kəs bizə dayanmadan pıçıldayır. Bəs sənin məqsədin nədir? Və bu təzyiq həqiqətən də insanı tükəndirə bilər. Yaxşı, bəs əgər bütün problem elə bu axtarışın özündədirsə, gəlin bu təhlildə tamamilə fərqli bir yola sapaq. Radikal bir ideyanı, bəlkə də heç gözləmədiyiniz bir cavabı araşdıraq. Baxın, əsas fikir budur. Əsl azadlıq o axtarışdan əl çəkdiyimiz an başlayır. Bəli, yenə də paradoks kimi səslənir, amma gəlin birlikdə görək. Bizi bağlayan bu zəncirləri necə qırmaq olar? Gəlin işə ən kökündən başlayaq. Həyatın mənası ilə bağlı o təməl sualın özünü sorğulayaq. Görəsən, niyə bu sualı vermək elə əvvəldən səhv bir yanaşma ola bilər? Niyə doğulmuşuq? Bu sual min illərdir ki, fəlsəfənin, dinin mərkəzində dayanıb. Amma bugün araşdırdığımız mənbə deyir ki, bu sualın özü sadəcə olaraq axmaqdır. Açığı, bu bütün bildiklərimizi şübhə altına alan olduqca cəsarətli bir iddiadır. Gəlin görək, niyə? Baxın, bütün məsələ burasındadır. Biz sanki teleskopla uzaq bir planetdə həyat axtaran astronomlar kimi xaricdə bir məna axtarırıq. Amma əslində biz sadəcə var olduğumuz üçün, bu dünyaya atıldığımız üçün bir səbəb axtarmağa başlayırıq. Yəni məna xaricdə tapılacaq bir şey deyil, bizim daxilimizdən gələn bir ehtiyacdır. Bax bu, bütün perspektivi 180 dərəcə dəyişdirir. Məntiq əslində çox sadədir. Gəlin düşünək, biz doğulmağı seçmədik. Hansı ölkədə, hansı ailədə, hansı dövrdə dünyaya gələcəyimizə biz qərar vermədik. Varlığımız əslində tamamilə bir təsadüfün nəticəsidir. Və bir də qəti həqiqət var. Hamımız bir gün öləcəyik. İndi deyin, bu qədər təsadüfi bir prosesdə niyə sualını vermək, sanki bütün bunların arxasında gizli, məntiqli bir plan varmış kimi davranmaq deyilmi? Yaxşı, əgər əvvəlcədən yazılmış heç bir məna yoxdursa, bu bizi boşluğa bir nihilizm aparmırmı? İlk baxışdan elə görünə bilər, amma əsla. Əksinə, bu bizə gözlənilməz bir hədiyyənin qapısını açır. Baxın, əsl hədiyyə budur. Mənasızlıq bir boşluq deyil, mütləq azadlıqdır. Bu o deməkdir ki, siz heç kimin sizin üçün yazdığı ssenarini oynamaq, heç kimin gözləntilərini qarşılamaq məcburiyyətində deyilsiniz. Qəfəsin qapısı əslində həmişə açıq olub. Və bu, sizə inanılmaz bir güc verir. Artıq heç kim sizə hansı ideologiyaya ilanmalı, hansı peşəni seçməli, həyatınızı necə yaşamalı olduğunuzu deyə bilməz. Yol da sizindir, bütün qərarlarda. Və bəli, təbii ki, bütün bunların məsuliyyəti də tamamilə sizə aiddir. İndi isə gəlin həyatın ən təməl təcrübələrinə, yəni əzab və sevincə tamamilə yeni bir gözlə baxaq. Onların arasındakı əlaqə bizim düşündüyümüzdən çox daha mürəkkəb və maraqlıdır. Gəlin həyatımıza bir anlıq kənardan bir diaqram kimi baxaq. Bu fəlsəfəyə görə həyatımızın təxminən 70%-i əzabdır, amma burada əzab deyəndə böyük faciələr nəzərdə tutulmur, sadəcə acılıq, yorğunluq, narahatlıq kimi çatışmazlıq hissləridir. Cəmi 10% isə təmiz sevincdir. Kənardan çox pessimist səslənir, bilirəm, amma əsl sirr o aradakı 20%lik hüzur anlarında gizlidir. Deməli, bütün oyunun qaydası dəyişir. Əsl məqsəd o qısa və ötəri 10%lik sevinc anlarının arxasınca dəlicəsinə qaçmaq deyil. Əsl məqsəd o 20%lik sakitlik, hüzur anlarını mümkün qədər genişləndirməkdir. Çünki ironik olan da budur ki, daimi həzz axtarışının özü bizi daha çox əzaba sürükləyən bir tələdir. Gəlin çox sadə, gündəlik bir misala baxaq, aclıq. Ac olmaq bir narahatlıqdır, bir ağrıdır, bir çatışmazlıq hissidir. Yemək yeməksə həzz verir. Yaxşı, bəs o həzz əslində nədir? Sadəcə aclıq ağrısının aradan qalxmasıdır. Yəni, əsl həzz ağrı olmadan mövcud ola bilməz. Onlar sanki bir medalın iki yüzü kimidir. İndi isə gəlin axirət, cənnət və cəhənnəm kimi anlayışlara tamamilə başqa bir prizmadan baxaq. Bəlkə də onlar heç vaxt gedəcəyimiz yerlər deyil, bəlkə də elə indi olduğumuz yerlərdir. Bu fəlsəfəyə görə cənnət və cəhənnəm ölümdən sonra gedəcəyimiz coğrafi məkanlar deyil. Onlar bizim elə bu an başqaları ilə münasibətimizdə, gündəlik həyatımızda yaratdığımız reallıqlardır. Əgər ətrafınızdakılarla harmoniya, sevgi və anlaşma içindəsinizsə, siz cənnəti elə bugün bu an yaşayırsınız.
Yox, əgər həyatınız daimi münaqişə, nifrət və gərginliklə doludursa, cəhənnəm elə buradadır. Bəs ölüm? Bu mövzu hamımızı narahat edir, elə deyilmi? Qədim filosof Epikurun sözləri bəlkə də bu qorxunu biraz yüngülləşdirər. Biz varkən ölüm yoxdur, ölüm gələndə isə biz artıq yoxuq. Yəni, düşünəndə görürük ki, biz əslində heç vaxt ölümlə üz-üzə gəlmirik. O, bizim təcrübə edə biləcəyimiz bir şey deyil. Təbiətdə buna çox maraqlı bir misal var. Dəniz fışqırtısı adlı bir canlı. O, gənc ikən hərəkət etmək üçün kiçik bir beynə sahibdir. Amma həyatının bir nöqtəsində bir qayaya yapışıb oturaq həyata keçir və artıq hərəkət etmədiyi üçün öz beynini həzm edərək enerji kimi istifadə edir. Bizim şuurumuz da bir növ belədir. Fiziki varlığımız və hərəkətimiz bitəndə şuurun da funksiyası bitir və o sadəcə sönür, yox olur. Yaxşı, bütün bunları danışdıq. Əvvəlcədən verilmiş bir məna yoxdur, həzz ötəridir. Ölümdən sonra da bir şey yoxdur. Onda ortaya bu sual çıxır. Bəs onda bizim məqsədimiz nə olmalıdır? Nə üçün yaşayırıq? Gəlin, indi tamamilə yeni bir məqsədə nəzər salaq. Baxın, təklif olunan yeni hədəf budur. Məqsəd artıq mən deyil, biz olmalıdır. Fərdi olaraq əbədiyyət axtarmaq, öz ruhumuzu xilas etmək əvəzinə özümüzdən daha böyük bir şeyə xidmət etmək. Yəni, bəşəriyyətin və minillərdir topladığımız bütün biliyin, mədəniyyətin, gələcək nəsillərə ötürülməsini təmin etmək. Təsəvvür edin, biz kainatın milyardlarla illik hekayəsində kiçicik bir nöqtəyik. Sadəcə öz həyatını yaşayan fərdlər deyilik. Biz o uzun hekayədəki zəncirin kiçik amma son dərəcə vacib bir halqasıyıq. Və bizim məqsədimiz o zəncirin qırılmasına imkan verməməkdir. Və bəlkə də bütün bu fəlsəfəni ən gözəl şəkildə bu cümlə ifadə edir. Cənnət bir mənzil deyil, bir səyahətdir. Məqsəd hansısa son nöqtəyə, hansısa mükafata çatmaq deyil. Məqsəd səyahətin özündən zövq almaq və o yolu bizdən sonrakılar üçün biraz daha gözəlləşdirməkdir. Və beləliklə, bu təhlili birbaşa sizə ünvanlanmış bir sualla bitiririk. Əgər cənnət çatacağınız bir yer yox, getdiyiniz bir yoldursa, bəs sizin növbəti addımınız nə olacaq? Bu fəlsəfənin işığında bugün atacağınız o ilk addım hansı olardı?